Məsələn, bir qadın düşünün. Resursludur, gözəl geyinib, bəzənib, dərisi işıl-işıl, özünü super hiss edir, sevgi dolu içində. Kişilərdən ala biləcəyi sevginin də, qadınlardan ala biləcəyi sevginin də hamısı var. O resurs öz daxilindədir. Və o gedir bir restorana, o xanım, və resursunu yayır. Kassirə, ofisianta, orada olan hamıya salamlaşır, gülür, deyir, hər şey eləyir. Orada resursunu yayır və orada bir nəfər bəy onu bəyənir. Deyir ki, mən sənə bayıldım, sənin hesabını ödəyəcəm. Çünki sən mənə resurs verdin. Və sonra onu date-a dəvət eləyir. Sonra ona evlilik təklifi eləyir. Çünki məndə var, что во мне, то и вовне. Məndə nədirsə, çöldə də odur həmişə. Mən doluyamsa, çöldə dolu-dolu hər şeyi özümə çəkirəm. Mən boşamsa, heç nə olmur.